Hər vaxtınız xeyir. Bu buraxılışda da ən vacib və gündəmdə olan xəbərləri diqqətinizə çatdıracağam. Sərhəd rejimi, miqrasiya məsələləri, yeni aviareyslər, iqtisadi və hüquqi yeniliklər haqqında ən operativ məlumatlara vaxtında almaq istəyirsinizsə, həm mənim bu YouTube kanalıma, həm də ZM Novosti Azərbaycana Telegram kanalına abunə ola bilərsiniz. Burada məlumatlar daha dolğun, daha operativ və rəsmi mənbələrə əsaslanır. Kanalların linki videonun aşağısında, yəni açıqlama hissəsində və ilk şərhdə yerləşdirilib. İndi isə xəbərlər. Azərbaycanla Gürcüstan arasında fəaliyyət göstərən beynəlxalq sərnişin qatarlarına yüksək tələbat nəzərə alınaraq bilet satışı müddətinin artırılması planlaşdırılır. Bu barədə Azərbaycan Dəmir Yollarından məlumat verilibdir və bildirilir ki, hazırda biletlər 30 gün əvvəldən satışa çıxarılsa da, yaxın günlərdə bu müddətin 90 günədək uzadılması mexanizminin tətbiqi nəzərdə tutulur. Qeyd edilib ki, mövcud qaydalara əsasən xarici ölkə vətəndaşlarının Azərbaycanı quru yolla tərk etməsinə məhdudiyyət yoxdur. Lakin ölkəyə giriş yalnız hava və dəmir yolu nəqliyyatı vasitəsilə mümkündür. Bu səbəbdən Gürcüstandan Azərbaycana qatar reyslərinə tələbat əhəmiyyətli dərəcədə artıb. Qeyd edim ki, hazırki qaydaya əsasən hər gün növbəti 30 gün üçün yeni biletlər satışa çıxarılır. Yəni, yeni mexanizmin tətbiq edildikdən sonra isə sərnişinlər biletləri 90 gün əvvəldən əldə edə biləcəklər. Bundan başqa Azərbaycan Dəmir Yollarının bilet satış platformasında yerləşdirilən bildirişdə xatırladılıb ki, Gürcüstanın turizm haqqında qanuna əsasən 2026-cı il yanvarın 1-dən etibarən ölkəyə daxil olan hər bir şəxs sağlamlıq və ya bədbəxt hadisə sığortasına malik olmalıdır. Məlumata görə sığorta sənədi ingilis və ya gürcü dilində çap və ya elektron formada təqdim edilməlidir. Bildirilir ki, sığortanı istənilən sığorta şirkətindən əldə etmək mümkündür. Bundan başqa qeyd olunub ki, Azərbaycan ilə vizasız gediş-gəliş rejimi tətbiq olunmayan ölkələrin vətəndaşlarının dəmir yolu ilə Gürcüstana səfərinə icazə verilmir. Rusiya Daxili İşlər Nazirliyinin miqrasiya xidməti əcnəbilərə ölkədə qanunsuz miqrat statusuna düşməmək üçün riayət edilməli olan əsas qaydaları xatırladıb. Qurumun məlumatına görə əcnəbilər ilk növbədə Rusiyada icazə verilən qalma müddətini keçməməlidir. Vizasız rejimlə ölkəyə daxil olan şəxslər üçün 90-365 qaydası qüvvədədir. Bundan başqa şəxsiyyəti təsdiq edən sənədlərin və Rusiyada qanuni qalma hüququ verən sənədlərin etibarlılıq müddəti vaxtında uzadılmalıdır. Patentlə işləyən əcnəbilər isə aylıq avans ödənişlərini gecikdirməməlidir. Miqrasiya xidməti əcnəbilərin miqrasiya qeydiyyatında olmalarının vacibliyini də vurğulayıbdır. Moskva bölgəsində vizasız rejimlə işləyən xarici vətəndaşlar faktiki yaşadıkları ünvan barədə məlumatı Amina mobil tətbiqi vasitəsilə Daxili İşlər Nazirliyinə təqdim etməlidirlər. Qurum həmçinin əcnəbilərə bütün zəruri sənədləri və patent ödənişləri ilə cərimələrə dair qəbzləri özlərində saxlamağı, müvafiq icazə sənədləri olmadan işləməməyi və saxta sənədlər əldə etməmələri barədə xəbərdarlıq edib. Məlumatda xatırladılıb ki, 2025-ci il fevralın 5-dən Rusiyada nəzarət olunan şəxslər reyestri fəaliyyət göstərir və ölkədə qanuni qalmaq üçün əsası olmayan əcnəbilər və vətəndaşlığı olmayan şəxslər bu reyestrə daxil edilirlər. Rusiyada miqrantların kvotadan kənar işləyə biləcəyi peşələrin sayının azaldılması təklif olunur. Məsələ Dövlət Dumasında müzakirəyə çıxarılacaqdır. Təklifə əsasən Əmək Nazirliyinin bəzi səlahiyyətlərinin, o cümlədən kvotadan kənar işə qəbul üçün peşə siyahısının təsdiqi funksiyasının Daxili İşlər Nazirliyinə verilməsi nəzərdə tutulur. Rusiya Dövlət Dumasından bildirilib ki, Daxili İşlər Nazirliyi kvotadan kənar işləyən miqrantların peşə siyahısının yenidən nəzərdən keçirəcək və bu sahədə qayda yaradacaq. Hazırda həmin siyahıya 192 ixtisas daxildir. Bunların arasında 38 həkim və 46 orta tibb işçisi vəzifəsində yer alır. Bununla yanaşı iyul ayından Rusiyada miqrasiya sahəsində nəzarət daha da sərtləşdirilir. Bildirilir ki, tibbi müayinədən yayınanlar, eləcə də təhlükəli yoluxucu xəstəliklərin olmadığını təsdiqləyən saxta sənədlər təqdim edənlərə qarşı məsuliyyət tədbirləri tətbiq olunacaq. Həmçinin miqrasiya və vətəndaşlıq prosedurları üzrə dövlət rüsumları da artırılır. Rusiya vətəndaşlığının əldə olunması üçün rüsum 50.000 rublə, müvəqqəti yaşamaq icazəsi üçün 15.000 rublə, daimi yaşamaq icazəsi üçün isə rüsum 30.000 rublə qaldırılır.
İyulun 1-dən Rusiya vizasız qaydada səfər edən əcnəbilər üçün yeni tələb qüvvəyə minir. Belə ki, yeni qaydalara əsasən ölkəyə gəlməzdən əvvəl Goslugi RUID tətbiqində qeydiyyatdan keçmək, rəqəmsal profil yaratmaq və QR kod əldə etmək tələb olunur. Bu prosedur tamamlanmadıqda əcnəbinin Rusiya girişinə icazə verilməyəcək. Səfərlə bağlı ərizə ən tez səfərdən 90 gün əvvəl, ən gecisə ölkəyə girişdən 72 saat əvvəl təqdim edilməlidir. Təcili səfər hallarında müraciət girişdən ən gecə 4 saat əvvəl edilə bilər. Qeydiyyat zamanı pasportun şəkli yüklənməli, sadələşdirilmiş biometrik identifikasiya çərçivəsində üz fotosu və səs yazısı təqdim olunmalıdır. Parmaq izləri isə sərhəd keçid məntəqəsində götürüləcəkdir. Yeni qaydalar Belarus vətəndaşlarına, 6 yaşınadək uşaqlara, diplomatlara, xidmət pasport sahiblərinə və rəsmi nümayəndə heyətlərinin üzvlərinə şamil edilmir. Qeyd edim ki, RUID sistemi 2025-ci il iyunun 30-da pilot rejimdə könüllü əsaslarla tətbiq olunurdu. 2026-cı il iyulun 1-dən isə vizasız rejimlə Rusiya daxil olan əcnəbilər üçün bu prosedur məcburi xarakter daşıyacaq. Məlum olduğu kimi, Azərbaycanda xüsusi karantin rejiminin müddəti növbəti dəfə uzadıldı və baş nazirin imzaladığı qərara əsasən xüsusi karantin rejimi 2026-cı il oktyabrın 1-nədək qüvvədə qalacaq. Bununla da ölkənin quru sərhədləri bağlı olaraq qalır. Bununla yanaşı məhdudiyyətlər Azərbaycan, Gürcüstan arasında fəaliyyət göstərən beynəlxalq sərnişin qatarlarına şamil edilmir. Vizasız giriş hüququ olan xarici vətəndaşlar, eləcə də Azərbaycan vətəndaşları dəmir yolu ilə ölkəyə daxil ola və ölkədən çıxa bilərlər. Xatırladım ki, mayın 25-dən etibarən Azərbaycan və Gürcüstan arasında beynəlxalq dəmir yolu əlaqəsi bərpa olunubdur. Mayın 26-sında isə 6 illik fasilədən sonra ilk sərnişin qatarı Bakıdan Tbilisiyə yola düşübdür. Hazırda qatar hər gün hər iki istiqamətdə hərəkət edir. Nazirlər Kabinetinin təsdiqlədiyi qaydalara əsasən sərhəd və gömrük nəzarəti sərnişinlər vaqonlardan düşmədən Azərbaycanın Böyükkəsi və Gürcüstanın Qardabani stansiyalarında həyata keçirilir. Rusiyada miqrantın rəqəmsal profili adlı vahid dövlət informasiya sistemi fəaliyyətə başlayıbdır. Rusiya Daxili İşlər Nazirliyinin nəzarətində olan yeni dövlət informasiya resursu ölkədə miqrasiya vəziyyətinin daha dəqiq qiymətləndirilməsi və miqrasiya proseslərinin rəqəmsallaşdırılması məqsədi ilə yaradılıb. Sistem xarici vətəndaşlar və vətəndaşlığı olmayan şəxslər haqqında məlumatları vahid bazada toplayır. Buraya şəxsiyyət və miqrasiya sənədləri, iş yeri, hüquqi status, məhkəmə qərarları, eləcə də ölkəyə girişlə bağlı tətbiq olunan məhdudiyyətlər barədə məlumatlar daxildir. Rusiya Daxili İşlər Nazirliyinin rəsmi nümayəndəsi bildirib ki, yeni resurs miqrasiya proseslərinin idarə olunmasının daha səmərəli təşkilinə xidmət edəcək. Rusiya və Azərbaycan Aktav yaxınlığında azalan məxsus sərnişin təyyarəsinin qəzası ilə bağlı bütün məsələləri nizama salıb. Bu barədə Rusiyanın Xarici İşlər Nazirinin müavini bildirib və onun sözlərinə görə razılaşdırılan məsələlər faciədən zərər çəkmiş və yaxınlarını itirmiş şəxslərlə bağlı olduğundan onların təfərrüatları açıqlamır. Xatırladım ki, bu ilin aprel ayında Azərbaycan və Rusiya Xarici İşlər Nazirliklərinin birgə bəyanatında qəzanın nəticələrinin aradan qaldırılması ilə bağlı razılığın əldə olunduğu bildirilmişdi və birgə bəyanatda qeyd olunurdu ki, faciənin səbəbi Rusiya hava məkanında hava hücumundan müdafiə sisteminin qeyri-ixtiyari fəaliyyəti nəticəsində baş verən insident olub. Beləliklə, bu buraxılışımızın da sonuna gəldik. Ən vacib və operativ xəbərləri ilk siz almaq istəyirsinizsə, Zəim Novosti Azərbaycanı Telegram kanalıma qoşulun və bu YouTube kanalıma da abunə olmağı unutmayın. Linklər videonun altında və ilk şərhdə yerləşdirilib. Növbəti buraxılışda görüşəndək sağ olun, salamat qalın.